Bir neçə gün davam edən qeyri-sabit hava şəraitindən sonra bugün Bakıda hava günəşlidir. Sinoptiklər bugündən etibarən ölkə ərazisində havanın temperaturunun artacağını proqnozlaşdırırlar. Daha ətraflı hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Şamilə Şamil qızı məlumatları bizə çatdıracaq. Buyurun Şamilə, efirdəsiz. Ölkə ərazisində dəyişkən buludlu və əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Bəs qarşıdakı günlərdə hava necə olacaq? Bu barədə daha ətraflı məlumatı Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Fidan Hacıyeva məlumat verəcək. Buyurun Fidan xanım. Salam, hər vaxtınız xeyir. Bəli, ilk növbədə qeyd edim ki, bir neçə gün davam edən yağıntılı hava şəraitindən sonra artıq bugün paytaxtımızda əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, mülayim cənub-qərb küləyi əsəcək, havanın maksimal temperaturu 6-9 dərəcə isti olacaq. Sabah da paytaxtımızda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Bölgələrimizə gəldikdə isə eyni zamanda Qarabağ və Şərqi Zəngəzur zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti, dağlarda isə 5-10 dərəcə isti olacağı qeyd olunur. Qeyd edim ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur. Çox sağ olun. Bizim sizə çatdıracaqlarımız bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir.